Salam uşaqlar. İndi isə həndəsə optika bölməsinin birinci başlığının testlərinə baxırıq. Deməli, birinci sualda başlayaq. İşıq şüasının ikinci güzgüdən qayıtma bucağını hesablayın. Deməli, baxırıq şəklə. Burada bu birinci güzgümüz. Birinci güzgünün üzərinə düşən işığın düşmə bucağını təyin edirik. Bilirik ki, düşmə bucağını təyin etmək üçün mütləq şəkildə perpendikulyar çəkmək lazımdır. İşığın düşdüyü səthdə bir perpendikulyar çəkirik. Baxırıq ki, burada düşmə bucağımız nə qədərdir? Baxın, deməli, bura əgər 30 dərəcədirsə, ümumi 90 dərəcədirsə, onda düşmə bucağı 60 dərəcə olur. Deməli, işıq şüası birinci müstəvi səthə, birinci güzgüyə daha doğrusu 60 dərəcə bucağı altına düşür. Deməli, 60 dərəcə ilə də qayıdacaq. Bilirik ki, qayıtma bucağı düşmə bucağına bərabərdir. Baxırıq bura. Gəlir, onda bu qayıtma bucağı 60 dərəcədir. İndi lazımdır bizə ki, ikinci güzgüdən qayıtdıq bucaq. İkinci güzgüyə mütləq perpendikulyar çəkirik yenə. Perpendikulyar çəkəndən sonra qayıtma bucağını, düşmə bucağını təyin eləsək, qayıtma bucağını da tapmış olaraq. Deməli, bura 60 dərəcədirsə, bura 90-dırsa, onda biz nə edə bilərik? Onda bura 30 dərəcə olduğunu görürük. 30 dərəcəni hardan görürük? Bura 60-dırsa, onda bu hissə 60 dərəcədirsə, ümumi 90 dərəcə, bura 30 dərəcə düşür. 30 burası, bura 60-dır. Onda, bircə dəqiqə bunu silim, siz çaşdırmasın. 60 buranın 60 idi. Sildim, kiçik yazmağa çalışacağım. Yer balacadır deyə, şəkil kiçik idi deyə. Bura 60 dərəcə idi. Onda perpendikulyar çəkəndən sonra görürük ki, bura düşdü və ya indi qoyur başqa rənglə bir seçim edeyim mən burada. Dəqiqə. Baxın, bura 60-dırsa, onda bura 30 dərəcə düşür. Bura 30-dursa, bura 60 dərəcədir. Onda bu işığın ikinci güzgüyə düşmə bucağı 30 dərəcə olacaq. Ondan sonra indi qayıdan şuanı çəkirik, qayıtma bucağını çəkirik. Daha doğrusu qayıdan şuanı çəkirik və qayıtma bucağını göstəririk. Onda əgər işıq şüası ikinci güzgünün üzərinə 30 dərəcə ilə düşürsə, elə 30 dərəcə ilə də qayıdacaq. Çünki yenə də deyirəm, qayıtma bucağı düşmə bucağına bərabərdir. Deməli, birinci sualımızın cavabı olacaq 30 dərəcə. 30 dərəcə nə variantıdır? B variantı. Sonra davam edək. İkinci sual fərqli olduğu üçün izah verirəm. Deyir, müstəvi güzgüdən xəyala qədər məsafə. Gəlin bir daha müstəvi güzgü çəkək. Bu bizim müstəvi güzgümüz. Bir dəqiqə. Müstəvi güzgü. İşıq deyir ki, müstəvi güzgüdən xəyala qədər məsafə. Bax, deyək ki, bu cismimiz AB cismi olsun. AB cismi. AB cismi. Bu da onun xəyalı. Biz bilirik ki, müstəvi güzgüdə cismin xəyalı özünə simmetrik olur. Və güzgüdən xəyala cismə qədər məsafə, cismdən xəyala qədər məsafəyə bərabərdir. Cisim məsafəsinin kiçikliyindən xəyal məsafəsini isə kiçik F-lə işarə edirik. Yəni, mən cismi uzaqlaşdırsam, tutaq ki, 3 cm idi, indi 4. Ya 3 idi, olsun 6. 2 dəfə artdı cisim məsafəsi, onda xəyal məsafəsi 2 dəfə artacaq. Yəni, nəticədə D F-lə necə asılı olacaq? Düz asılı olacaq. Və yaxud da F D ilə düz asılı olacaq. Məsələn, ona görə də variant olacaq. Doğru variant A bəndi. Davam edirik 3-cü sualın. AB cisminin müstəvi güzgüdə alınan xəyalı hansıdır? Biz dedik ki, cisimlərin güzgüdə xəyalı deməli, simmetrik, düzünə, özü boyda və mövhuma alınır. Onda gəlin baxaq, simmetrik. Simmetrik qatlayanda üst-üstə düşən. Yəni, həqiqət, A bəndinə diqqətlə baxsaq, görərik ki, buradan bura qədər məsafə, buradan bura qədər məsafə ilə bərabərdir. Yəni, A-dan güzgüyə qədər, A-dan güzgüyə qədər. Eynən B-dən güzgüyə, B-dan güzgüyə qədər məsafəyə bərabərdir. Deməli, A variantı doğrudur. 5-ci sual. 5-ci sualda deyir, düşən və qayıdan şüalar arasındakı bucağı təyin edin. Yəni, bizdən soruşulan bax bucaqdır. Biz bunu necə təyin edək? Deməli, bura 35 dərəcədirsə, perpendikulyar çəkək, düşmə bucağını təyin edək. 35 dərəcə buradırsa əgər, onda bura nə qədər düşəcək? 55 dərəcə, 90 dərəcə olması üçün 55 dərəcə buradırsa, burada 55 dərəcədir. Və deməli, düşən və qayıdan şüalar arasında bucaq 110 dərəcədir. Bunu başqa yolla da müəyyənləşdirmək olar. Bu bucaq 35 dərəcə olduğunu görsək və oradan 110 da bura düşəcəyini müəyyənləşdirmək olar. Sadəcə mən həndəsə optika ilə, yəni fizika ilə getdiyim üçün birinci düşmə bucağını təyin etmiş oldum. Düşmə bucağı və buranın 55 dərəcəni buradan təyin etdim. Sonra qayıtma bucağı və arası bucağı təyin edelim. 7-ci sual. Fizikanın işıq hadisələrini bəhs edən elm
bölmə optik adlanır. 9-cu sual. Hansı təbii işıq mənbəyidir? Təbii ki, burada ildırım, gündüz lampası, gözərmə lampası, reklam borusu, lazer, bunlar hamısı süni işıq mənbələri. 11-ci sualda deyir ki, bizə çökük güzgünün üzərinə düşən şüaların sonraki yolu hansıdır? Biz dedik ki, işıq şüaları çökük və ya qabarıq seri güzgünün üzərinə baş optik oxa paralel düşür və qayıdır F nöqtəsindən keçir. Onda deməli sonraki şüaların yolu hansı olmalıdır? C variantı doğru variant olmalıdır. Dəqiqən C variantı. Hər şeyə diqqət yetirirsiniz ki, yəni bir səhv olmasın. Sonra keçək növbəti suala. 13-cü sual. Deyir ki, A cisminin qabarıq güzgüdə alınan xəyalı hansıdır? Deməli, A cismini tapırıq. Bu A cismimiz. Bu cismin güzgüdə xəyalını qurmağa çalışırıq. Bir dəqiqə. Deməli, cismin güzgüdə xəyalını qurmaq üçün hansı şüalardan istifadə olunacağını deyim mən sizə. Bax, qabarıq güzgümüz. Bu bizim qabarıq güzgümüz olsun. Onu bir də ölçüsünü artıraq. Bu qabarıq güzgünün üzərinə, dəqiqə, biraz balacalaşdırım. Bu qabarıq güzgünün üzərinə işıq dəstələri göndəririk. Bir də bir şeyə diqqət yetirin. Həmişə, bax, hara ki işıq dəstəsi düşməyəcək, oranı belə qırıq-qırıq xətlə göstərir. Bu qabarıq güzgümüz. Biraz böyük çəkdim güzgünü. Deyək ki, bu. Bunu biraz da kiçildək. İşıq şüası düşür. Bura o mərkəz buradadır. Həmişə çalışın mərkəzə düzgün seçəsiniz. Və belə. İşıq şüası düşür paralel şəkildə. Baş optik oxa paralel düşür. Düşəndən sonra güzgü işıq dəstələrini eləyir, qaytarır. Qabarıq səth qaytarır. Bunun qayıtmasının ən rahat yolu, tapmağın ən rahat yolu. Bax, bura elə bir ki, o mərkəzə bir dənə xət çəkib, perpendikular çəkməkdən ibarətdir. Baxın, bir dəqiqə. Bunu silirəm. Həmişə çalışın uzantını belə perpendikular çəkəsiniz. Bu biraz güzgün balacalaşdırın. Bir dəqiqə. Bax, deyən ki, AB cismi durub burada. AB cismi. Və ya A cismi. Sadəcə A cismini burada elə göstəriblər. Sadəcə A cismimiz. Birinci növbədə baş optik oxa bir dənə paralel şüa göndərirsiniz. Sonra bu mərkəzini göstərirsiniz. Təxminən buradadır. Baxın, paralel işıq dəstəsi işıq güzgünün üzərinə düşəndən sonra qayıtmalıdır. Siz qayıtmanı necə müəyyənləşdirə bilərsiniz? Ən rahat yolu var. Bura baş optik mərkəzə, optik mərkəz bir dənə xətt çəkib, həmin o perpendikuları oradan götürməyə biz ən olacaq. Deməli, perpendikular çəkəndən sonra ona uyğun olaraq qayıtma bucağını təyin edirsiniz. Və qayıtma bucağınız, qayıdan şüanı daha doğrusu təyin edirsiniz. Qayıtma bucağı da buna uyğunlaşdırılır. Qayıtma bucağı düşmə bucağına bərabər olur. Deməli, qayıtma bucağı düşmə bucağına bərabərdir. Bunu bildik, bunu təyin elədik. Sonra ikinci şüanı qütb nöqtəsinə göndəririk. T qütb nöqtəsinə düşdüyü bucaq altına da qaytarırıq. İşıq şüası hansı bucaq altına düşürsə, həmin bucaq altına da yenə də bir daha təkrarlayıram, qayıdacaq. Və bu bucağdan bucağa bərabərliyin götürürük. Sonra bu şüaların, qayıdan şüalara fikir veririk. Bax, birinci qayıdan şüamız budur. Bax, birinci şüa budur. İkinci şüa da budur. Bu şüalar özləri kəsişmir. Fikir verirsinizsə əgər, hərəsi bir tərəfə yayılmış şüalardır və onların uzantılarını, bax, mən uzantıları fərqli rənglə göstərəcəm. Bu şüaların uzantılarının kəsişdiyi yerdə cismin xəyalı alınacaq. Deməli, həmin o AB cisminin xəyalı, bax, bu qırmızı ilə göstərdiyim damcı silməyə çalışacağım. İndi baxın, bu cismin xəyalı A', dəyişdirik, xəyalı budur. İndi gəlin buna uyğun olaraq bu cismin xəyalını təyin edək. Fikir verin, yenə də şüa düşdü paralel. Mən gözə yarı çəkirəm, qayıtdı. Qütb nöqtəsinə düşdü, qayıtdı. İki şüada kifayət edir də, yəni. Bunların kəsişdiyi nöqtədə, yəni görürsünüz, cismin xəyalı alınır. O da hansı nöqtəyə uyğundur? 5-ə. Yəni, varın. 15-ci suala baxırıq. Müstəvi güzgüdə cismin xəyalı alınmışdır. Gəlin bir müstəvi güzgü çəkək. Və bu bizim müstəvi güzgümüz. Müstəvi güzgüdə, baş optik oxu çəkək. Müstəvi güzgüdə cismin xəyalı alınmışdır. AB cismin xəyalı da alınsın burada, belə. A'-ıq, B'-ıq. Buradan bura qədər məsafələr göz yarı bərabər götürmək lazımdır. DF-ə bərabərdir. Bizə deyir ki, əgər güzgünü xəyalın alındığı nöqtəyə sürüşdürsək, yəni güzgü əvvəlki vəziyyəti budur. Güzgü. Bunu xəyal harda alınıb? Bax, burada A', B'. Güzgünü götürürəm, sürüşdürürəm bura.
Gəlin onu qırmızı ilə göstərək. Güzgü gəldi bura. Cisimdən güzgüyə qədər məsafə oldu. DF-ə bərabər olduğuna görə 2-dir. İndi bax buradan düz bura qədər məsafə 2-dir. İndi mən bu şəkli biraz uzatmış olsam əgər, yəni onda cismin xəyalı haradasa gəlib alınacaq, bax burada. Açdırıb, değişdirib keçəcək bura. Yəni xəyal məsafəsi olacaq 2-dir. Deməli xəyal məsafəsi nə edəcək? 2 dəfə artacaq. Doğru variant olacaq 2 dəfə artar B. 16-cı suala da baxırıq. Deyir ki, top güzgüyə tərəf perpendikulyar istiqamətdə 10 metr bölü saniyə sürətlə gəlir. Baxın, deməli gəlin qaranı eləyək. Bu top, daha doğrusu bu güzgü. Bu da top. Top gəlir güzgüyə perpendikulyar 10 metr bölü saniyə sürətlə. Deyir ki, topla bağlı sistemdə topun xəyalının sürəti soruşulur bizdən. Deməli, top 10 metr sürətlə gəlirsə, xəyal da 10 metr bölü saniyə sürətlə güzgüyə tərəf gələcək. İndi topla bağlı sistemdə xəyalın sürətini soruşur. Yəni, xəyalın topa nəzərən sürəti V xəyal top bərabərdir. Bunlar deməli qarşı-qarşı hərəkətdir. V xəyal topa nəzərən sürəti olacaq. V xəyal çıxılsın V top. Və biz buradan necə həll edirik? V xəyal top bərabərdir. V xəyalın sürəti tutaq ki, müsbət qəbul edək 10. Top ona əks getdiyinə görə mənfi 10. Və toplanacaq olacaq 20 metr bölü saniyə. Olacaq variantımız C. Gəldik 17-ci suala baxaq. Mən burada yer düzəldim. Sualda nə deyilir? Deyir, müstəvi güzgü səthinə düşən və qayıdan şüalar arasındakı bucaq. Deməli, müstəvi güzgümüz onun üzərinə düşən, mütləq perpendikulyar çəkirəm, sonra düşən şüalarını çəkəcəm. Düşən və qayıdan şüalar arasındakı bucaq, bax bunlar arasında bucaq 30 dərəcəlik istilikdə. Düşmə bucağı 15 dərəcə artdıqda, düşmə bucağı, yəni alfa 15 dərəcə artdıqda qayıtma bucağını hesablayın. Deməli, nə edirik? Biz gördük ki, düşən və qayıdan şüalar arasında əvvəlki bucaq, qayıtma bucağı düşmə bucağına bərabərdir. Yazıram, beta bərabərdir alfaya. Alfa plus beta bərabərdir 30 dərəcə. Onda betanı da alfa qəbul etsəm, 2 alfa bərabərdir 30 dərəcə olacaq. Onda alfamız neçə dərəcə olacaq? 15 dərəcə. İndi bizə deyir ki, düşmə bucağı 15 dərəcə artıraq. Alfa, ştrix götürək də bunu. 15 üstə gəl 15, yəni 30 dərəcə olacaq. Biz bilirik ki, düşmə bucağı əgər 15 dərəcə artıb 30 dərəcə olubsa, yəni düşmə bucağımız indi 30 dərəcə olubsa, qayıtma bucağı da ona bərabər, yəni 30 dərəcə olacaq. Doğru cavab deyil. Deməli, 19-cu suala baxırıq. Deyir, günəşli gündə hündürlüyü 30 metr olan evin kölgəsinin, deməli, bir dənə 30 metr ev, təsəvvür edin ki, budur. Bunun kölgəsinin uzunluğu 10 metrdir. Yəni, 30-u biraz böyük götürək. Bu 30, bu da 10. Buradan günəş şüası düşür, deyək ki, bura və cismin kölgəsinin əmələ gəldi. İndi deyir ki, uzunluğu 6 metr olan, onun qarşısında bir 6 metrlik bir cisim götürək. Bura 30, 30'a kölgənin uzunluğu 10 metr. Bəs 6 metr olan, uzunluğu 6 metr olan şaquli dirəyin kölgəsinin uzunluğu nə qədərdir? Onun da kölgəsi bu olacaq. Bu da x-dir. Və salam. Üçbucaqların oxşarlığını istifadə edirik. 30'un 6'ya bərabərdir. Böyük tərəfin kiçik tərəfi onun x-ə. İxtisarınızı edirsiniz. 30 ilə 10 ixtisar gedir 3, 6 ilə 3 ixtisar gedir x, x də bərabərdir 2-yə. Cavab olacaq C, 19 C variantı. Sonra 21-ci suala baxırıq. 21-də deyir ki, birinci müstəvi güzgü üzərinə düşən şüa ikinci müstəvi güzgüdən qayıtdıqda hansı nöqtədən keçər? Deməli, baxırıq birinci güzgüyə düşmə bucağına. Mütləq perpendikulyar çəkin. Düşmə bucağımız budur. İkinci güzgüyə də onda düşmə bucağı düz həmin bucaq qədər olacaq. Yəni, düşən şüa düz diagonal boyunca gəldiyi üçün diagonal boyunca da qayıtmalıdır. Kənara çıxmadan düz diagonal boyunca işıq şüasını qaytarırsınız. Sonra gəldi düşdü ikinci güzgünün üzərinə. İkinci güzgünün üzərinə də hansı yolla gəlibsə, yəni hansı bucaq altına düşübsə, həmin bucaq altına qayıdacaq. Yəni, bircə burada biraz mən şəkildə yaxşı çəkmədim, bir dəqiqə. Bunu biraz silək, sonra çəkək. Bir daha. Baxın, deməli, diagonal boyunca qaytaraq. Düz gələcək bura. Bizim birinci güzgüdən qayıdandır. İndi ikinci güzgüdən qaytaraq. İkinci güzgüdən də qaydanda düz diagonal boyunca getdiyi üçün gəlib K nöqtəsinə düşəcək. Yəni, variant C olacaq.
Düşmə bucağı qayıtma bucağına da fikir bərabər, qayıtma bucağı düşmə bucağına daha doğrusu bərabərdir. Fikrinə istinad edib təyin edirik. Cavab olur. 23-cü sualda nə deyir? Bu tapşırığı həll etmək üçün biz həm qabarıq sferik güzgüdə, həm də çökük sferik güzgüdə xəyalları qurmağı bacarmalıyıq. Deməli, birinci şəkildə bizə qabarıq sferik güzgü verilir. Daha doğrusu çökük sferik güzgü verilir. İkincidə isə qabarıq sferik güzgü. Bu qabarıq, bu isə çökük sferik güzgüdür. Gəlin baxaq. Deməli, biz dedik ki, işıq şüası sferik güzgünün üzərinə paralel düşür. Düşəndən sonra düşdüyü bucaq altında da qayıdır. Mütləq bax, bu perpendikuləri yenə çəkəyim və düşdüyü bucaq altında qayıtmasını göstərəyim. Düşmə bucağı, bir də qayıtma bucağı. Qaydanda işıq şüası, deməli, paralel gedən şüamız hardan keçməli idi? Dedik ki, paralel düşən şüa, işıq şüası paralel düşür. Bir dəqiqə, şəkil çox kiçik idi deyə, üzərində göstərmək biraz çətin olur. Deməli, 23-cü sual birdən oxuyuram. Deyir, AB cisminin sferik güzgülərdə alınan xəyallar üçün Euler-Venn diaqramında uyğun ifadələri müəyyən edin. Deməli, birinci baxırıq ki, çökük sferik güzgüdür. İkinci isə qabarıq sferik güzgü. Çökük sferik güzgü üzərinə paralel düşən şüa qayıdır. Düşdüyü bucaq altında qayıdır. Deməli, düşdüyü bucağı necə təyin edirik? Qaydanda ümumiyyətlə baş optikal paralel düşən şüa qaydandan sonra F-dən keçir. Birinci şüanın yolu. İkinci şüamız qütb nöqtəsinə düşür, düşdüyü bucaq altında da qayıdır. Bu şüalar özləri kəsişmir, onların uzantıları kəsişir. Xəyalları qurandan sonra fikri yürütməyə çalışın. Bayaq şüalar ta ki kəsişdi burada. Biraz da uzadıb kəsişdirmək olardı. Mənim yerim dardı, ona görə belə çəkirəm. Gəldik ikinci şüaya. İkinci, daha doğrusu güzgüyə. Qabarıq güzgü düşdü işıq şüası qaydandan sonra, yenə perpendikular çəkin, işıq şüası qaydandan sonra ya özü, ya uzantısı F-dən keçməlidir. İndi bu şüanın özü yox, uzantısı F-dən keçir. Bir balaca şüanın yerini dəyişək. Qayıtdığı bucağa baxaq, o belə. F-dən keçir. Sonra ikinci şüanı yenə də qütb nöqtəsinə göndəririk, düşdüyü kimi qayıtsın. Və şüaların uzantısı bax burada kəsişdi. Bunu mən rənglə göstərəcəm. Yəni bu cismin xəyalı A', B' belə alındı. İndi xəyallara fikir verin. Burada xəyal, deməli, çökük sferik güzgüdə xəyal böyüdülmüş düzünə mövhumi alındı. Deməli, düzünə mövhumi böyüdülmüş. Bu birinci çökük güzgüyə aiddir. Qabarıqda isə deməli, kiçildilmiş düzünə mövhumi xəyal alındı. Baxanda görünür ki, düzünə mövhumi iki variantda doğru, ikisində də var. Düzünə mövhumi. Düzünə mövhumunda, yəni 1-2 ortaya gedəcək. 1-2 ortaya gedən, yəni 3-ə gedən 3 variant da var. Gəldik ikinci bəndləri oxuyuruq. Böyüdülmüş xəyal. Böyüdülmüş xəyal harda alınır? Böyüdülmüş xəyal, 1-2-ni ortaya yazın. Bir dəqiqə. 1-2 ortaya yazıldı. Böyüdülmüş xəyalı hansı verdi? Birinci güzgü verdi. 3-ü yazıram 1-ə. Kiçildilmiş alındı harda? İkincidə, yəni qabarıq güzgüdə. 4-ü yazıram bura. Deyir, 5-ci cavabda deyir ki, bunların hamısını seçdik. 5-ci cavabda deyir ki, yalnız güzgünün təpə nöqtəsi ilə fokus nöqtəsi arasında. Deməli, güzgünün təpə nöqtəsi ilə fokus nöqtəsi arasında düşən qabarıq güzgüdədir. Amma bu çökük güzgüdə belə bir hal yox. Ona görə də 5 də bura seçiləcək. Ona görə indi gəlin baxaq. 2-yə 4, 5, 3-ə 1, 2, 1-ə isə nə seçmişik? 3. 1-ə isə 3. Deməli, doğru cavab B olacaq. B bəndi. 25-ci suala baxırıq. Deyir, C nöqtəsindən baxdıqda A müstəvi güzgüsündə hansı nöqtədə